Kartofdan nə yeməyi hazırlayırsınız? Bakıya. Satmaq üçün hazırlayırsınız, yoxsa evdə yeməyə? Satmaq üçün. Neçədir ki bu? Uşaqlar üçün götürərdik. Cəmi 10 şilinqə. Zəhmət olmasa birini verərdiniz. Yaxşı. Verirsiniz kartofları. Bir dəqiqə gözləyin. Mən özüm də yardım edirəm. Yeməzdim yeməyini, amma mən sənə deyim ki, pulunu verib 60'ı uşaqlar üçün almışıq da, uşaqlara vermək istəmir. Sən də deyirsən ki, hələ bir üstəlik evlərinə girək, hədiyyə eləyək. Vermək istəmir, fikir verirsən. Gözlə ki, biz çıxa gedək, deyir ki, verəcəm. Amma vermək fikri yoxdur. Satılan şey bir də satsın. Hə. Yəni, eynən. İstəmir versin. Baxmayaraq ki, başqa çəkiləsi yerlərimiz var. Amma sona qədər dayanacağıq ki, bu balaca uşaqlar sevinsinlər.